زارني على بعد داري أتيته يوم القيامة في 3 مواtin. Hər kəs mənim uzaqda olan qəbrimi ziyarət eləsə, qiyamət günü 3 yerdə onun yanına gələrəm, onun dadına yetişərəm. Hətta uxallisahu min əhvaliha. Niyə İmam Rıza Aleyhisselam gələr bu 3 yerdə? O narahatçılıqlardan onu xilas eləməkdən ötürü, öz zəvvarını xilas eləməkdən ötürü. Bu 3 yer hansı yerdir? İzə tətayərətil kutub yəminən və şimalən və indəs-sirat və indəl-mizan. Birinci o yerdir ki, insana əməl dəftərləri təqdim olunur. Sağ tərəfindən, sol tərəfindən. Bilirik ki, əməl dəftərlərində təqdimatında müxtəlif cəhətlər var. Bəzilərini sağ tərəfdən təqdim edirlər, bəzilərinin əməl dəftərlərini sol tərəfdən, bəzilərini arxa tərəfdən təqdim edirlər. Bunların da özünün bir mənası var, bəhsimiz o deyil. Mən xulasa istəyirəm, işarə edəyəm ki, o kəslərə ki, əməl dəftərləri sağ tərəfdən verirlər, onlar behişt əhli olan. Xulasa elə bir məqamdır ki, insanın bir köməkçiyə ehtiyacı var. Çətin anlarda. Bəli, çətin anlarda. Hətta İslam alimlərinin qeyd elədiyi kimi elə bir yerdir ki, hətta o kəslərə ki, əməl dəftərləri sağ tərəfdən verirlər, onların da köməkçiyə ehtiyacı var. Onların da imamın şəfaətinə ehtiyacı var. Bilirik ki, behiştin də dərəcələri var. Onlar da istəyirlər ki, imam gəlsin, onlara şəfaət eləsin, daha yüksək dərəcədə behiştə qərarlaşsınlar. Xülasa İmam Rıza Aleyhisselam buyurur ki, hər kəs məni ziyarət eləsə, bir bu məqamda gələrəm, onun ziyarətinə gələrəm, yəni şəfaət edərəm. İkincisi, əndə-sirat, sirat körpüsündən keçəndə, hansı ki, hədislərə əsasən elə bir körpüdür ki, tükdən nazikdir, qılıncdan itir. İsə indəl-mizan, o tərəzilər qoyulan zamanda, əməllər ölçülən zamanda imam gələr, şəfaət eləyər öz zəvvarına ki, əməlləri, müsbət əməlləri ağır gəlsin və nəhayətdə behişlə müjdələnsin.